Feilin indiki zamanda şəkilçilərə görə halları. Я начинаю. Ты начинаешь. Он начинает. Мы начинаем. Вы начинаете. Они начинают. İndi isə izləyicilər, bunun başqa bir forması da var. Lakin bu hər bir feildə fərqlənmir. Çox az bir fərqlə məsdər feillərdə fərq göstərə bilir. Çünki начинать sözü açla bitirdi. İndi isə смотреть sözünü hallandırsaq, yetlə bitir, o görün necə olacaq. Я смотрю. Ты смотришь. Он смотрит. Мы смотрим. Вы смотрите. Они смотрят. Bu halda az bir fərq olur. Bunu geniş şəkildə bilmək üçün geniş öyrənmək lazımdır.